yaradır rəqiblərə. Bəli. Və məsafədə döyüşəcək əlbəttə ki. Rafael Fiziyevlə uzaq məsafədən əl-ayaq zərbələrindən Fiziyev narahat etməyə çalışacaq, amma zərbələrdən yayınmaq məsələsində Fiziyev ən güclərdən biridir UFC-də. Bəli, bəli. Bunu biz çox gözəl bilir, reaksiyaları, refleksləri çox yüksək səviyyədədir və ona görə də Baha Mendesin işi asan olmayacaq. Bayaq Nasim Sadıqov da qeyd etdi ki, bura Azərbaycandır, bura Bakıda. Baha Mendes bunu başa düşməlidir. Növbə Rafael Fiziyevdədir. Arenaya toplaşan azarkeşlər, tərəfdarlar, hər kəs Rafaelin gəlməyini gözləyirlər. Baha Mendesin belə qeyri-ciddi hava yaratdığına fikir verməyin. Oktagona çıxan kimi tamam fərqli insan olur, döyüşdə tamam fərqli insan olur. Bəli, bəli. Mən hələ bu havada, bu qədər yüksək əhval-ruhiyyədə görüşürük. Baha Mendesin gücündə Bilal Muhammedi görürük. O geçmiş 77 kilonun çempionudur. Bilal Muhammed Merab Dvalishvili ilə birlikdə Ulduz Səfirlər kimi də məhz paytaxtımızda UFC nümayəndəsi kimi də görünürdülər və Baha Mendes bax belə şəkildə oktagona çıxır. İndi isə Ataman Rafael Fiziyev gəlir. Rafael Fiziyev səbirsizliklə gözləyirdik milli papaqla. Rafael Fiziyev oktagona yaxınlaşır. O da ilk dəfədir ki, Azərbaycanda, doğma vətənində, yerli publika önündə döyüşəcək. UFC-də növbəti qarşılaşma əlbəttə ki, onun son döyüşləri çox ağır keçmişdi. Justin Gaethje'nin ki döyüş artıq Justin Gaethje'nin məğlub etsə, Rafael Fiziyevin kəmər uğrunda mübarizəyə qoşulacağı deyilirdi. Bu fakt təsdiqini tapmadı həmin o məğlubiyyətə görə, amma istənilən halda yola davam edir Rafael Fiziyev və bugün çox çətin rəqiblə üzrə gələcək. Qazaxıstanda doğulan həmyerlimiz Rafael Fiziyev əlbəttə ki, onun məşq prosesini ən yaxından izləyən şəxslərdən biri də sənsən İbrahim. Ümumilikdə hansı formadadır, görüşə necə hazırlaşıb? Hər şey yaxşıdır, o yenə Phuketdə, Taylandda hazırlaşıb. Həmişəki kimi. Axırıncı bir həftə qalmış gəlmişdi Bakıya. Çəki salma mərasimini burada elədi, çəki salmanı. Gəlirdi bizim zalda, hazırlaşırdı. Görsənir ki, yaxşı formadadır, ciddi hazırlaşıb. Çünki axırıncı 3 döyüşü uduzmuşdu, amma orada problemlər yaranmışdı. Bir döyüşdə zədə aldı, diz zədəsi aldı. İkinci döyüşə 2 həftə qalmış razılaşdı Gaethje'yə qarşı axırıncı döyüşdə. Amma indi hər şey yaxşıdır. Gaethje məğlubiyyətin birində də biz qeyd etmişdik. Dırnağı ilə Rafael Fiziyevin gözünün altını çizmişdi çox pis şəkildə və qan dayanmırdı həmin qarşılaşmada. Rafael Ataman Fiziyev uğurlar təmsilçimizə, idmançımıza. Və bu görüşdə Rafael'dən əlbəttə ki, yalnız və yalnız qələbə gözləyirik. Rafael Fiziyev hər kəsi sevindirməyə çalışacaq. Gecənin əsas döyüşündən əvvəlki son qarşılaşma. Artıq bu maçdan sonra Jamal Hill və Khalil Rountree görüşü başlayacaq. İndi isə növbə Rafael Ataman Fiziyevlə Nacho Baha Mendes'in qarşılaşmasındadır.
Ladies and gentlemen, this is the co-main event of the evening. This fight is 3 rounds in the UFC lightweight division. Introducing first, fighting out of the blue corner, a mixed martial artist holding a professional record, 17 wins, 5 losses. He stands 6 feet 3 inches tall. And 1/2 pounds, fighting out of Baku, Azerbaijan, by way of Phuket, Thailand, Rafael Fiziev! Rafael Fiziev 16 döyüş, 12 qələbə, 4 məğlubiyyət, o 4 məğlubiyyətin ikisi Justin Gaethje'dəndir. Əlbəttə ki, Rafael Fizievi hər birimiz bilirik ki, özü də vurğulayır ki, mənim üçün oktagonda qələbə qazanmaq vacibdir, amma necə qələbə qazanmaq ondan da vacibdir. Yəni, o hər dəqiqəsində həzz alır döyüşdən. Bəli, öz işini çox sevir həqiqətən də. Ümidvarıq ki, hər kəsi sevindirəcək qarşılaşma başladı. Çox hündür boydu, ayaqları, əlləri uzundur. Baho Mendes'in o ciddi problem yarada bilər Rafael Fiziev üçün, amma hələ ki, səbirli olaq. Rafael Fiziev Muay Thai'dan məhz MMA-yə keçən şəxslərdən biridir. Yerli publikanın dərhal dəstəyini eşidir Rafael Fiziev. Sol ayaqla low kicklə yoxlamaq istədi Baho Mendes. Fiziev çox, belə deyərdim, ayıqdır, rahatdır. İzləyir rəqibini hər zamanki kimi, tez-tez öz duruşunu dəyişir. Rafael məsafəni qırmalıdır, girməlidir, yaxın döyüş. Bəli, və bunu Baho Mendes də anlayır və buna görə də yaxına buraxmır hələ ki. Rafael Fiziev öz anını gözləyir, öz məqamını gözləyir. Müdafiə planında həqiqətən də Rafael ən öncüllərdən biridir. Öz çəki dərəcəsində fikir verin necə cəld şəkildə yayınır zərbələrdən. Daim diqqətdə saxlayır öz oponentini, rəqibini. Rafael Fiziev ilk zərbə çəkdi. Baho Mendes hələ ki bir nömrə kimi çıxış etməyə çalışır. Bəli, distansiyada saxlamaq və qabaq əllə hər dəfə distansiyada saxlayır və çalışır, sıxsın Rafael Fiziev. Hələ ki ayaq üstə görüş davam edir. Bəli. Döyüş hələ ki birinci raundda. Amma çox güman elə ayaq üstə də gedəcək bu döyüş, çünki güləşməyi xoşlamır idmançıların heç biri. Ayaq üstə döyüşə daha çox üstünlük verirlər. Baho Mendes taekwondo görüşlərini xatırladır əlbəttə belə məqamlarda. Fiziev isə yaxın döyüşə imkan axtarır. Şərait axtarır yaxın döyüşə girmək üçün. Fiziev hələ ki səbirlə gözləyir. Yaxşı yayındı. Çox əla yayınır Rafael Fiziev. Bu zərbədən də əhsən. Rəqib elə ki Rafaeli narahat edə bilmir. Bax bu cəhdləri ilə Artıq Rafael onu sıxır. Yavaş-yavaş. Bir nömrə özü başlayır işləməyə. Bəli, çox təmkinlə davrandı ilk raundda. Baho Mendes'in nə etdiyinə baxdı. Və indi yavaş-yavaş onu oktagonun kənarına doğru sıxmaqdadır Rafael Fiziev. Rafael gözəl zərbələri sevir. Qələbə qazananda da həmin zərbələrlə üstünlük qazanmağa çox xoşlayır. Daha bir slow kick. Fiziev hələ ki gözləyir. Lazım anı gözləyir bu məqamlarda, rəqibin zərbə atdığı məqamlarda dərhal əks hücumda onu tutmağa çalışır. Gözləyirik. Səbirlə gözləyirik. Necə ki Rafael Fiziev də bunu edir. Çətindir. Belə ümumiyyətlə rəqib razılaşarsan İbrahim, belə əli ayağı uzun rəqiblərlə mübarizə aparmaq. Parametriyası çox narahatdır. Belə rəqiblə vuruşmaq çox narahatdır. Xüsusi taktika lazımdır. Bəli, onun üçün səbirlə, tələsmir, öz işini yavaş-yavaş
görəcək. Daha bir high kick. O da dəqiq olmur. Rafael Fiziev ilk raundu sakit məcrada davam etdirir. Justin Gaethje ilə döyüşləri xatırlayıram. Orada da təxmini belə təmkinlə rahat şəkildə məsafəsini qoruyaraq mübarizə apardı. Əlbəttə ki, Baha Mendes Gaethje deyil. Düz onu çox təhlükəlidir və nəhayət sol əllə çənəsinin altından 30 durur zərbəni. Rafael Fiziev. Çox yaxşı görür, birdən-birə partlayır və zərbələri indirir. Bu zərbə əlbəttə ki, Rafael üçün o qədər də ciddi təsiri olmadı, amma təhlükəlidir, həqiqətən də təhlükəlidir. Bu zərbələrdən biri tutsa, Rafael Fiziev biraz çətin vəziyyətə düşə bilər. Çox hərəkətlidir Fiziev. Sonunda daha bir zərbə vurur və ilk raund yekunlaşır. Rafael Fiziev, Ignacio Baha Mendes görüşündə. İlk round tamamlandı. Təlimatları dinləyək. When you do low kick and you escape the low kick, you need to counter. Okay? This is first. Okay? When you create movement with your hand and you go to the head and to the body, it's perfect. You hurt him so much. Okay? Work a little bit more. Or when you escape one punch, counter him. Okay? I need more counter. Okay? Excellent. Good movement. Hold the fight. Okay? You're just on the outside of his range, which is good. Are you okay? A bit more. Stay tight, dude. Okay, dude. It's time to pressure, dude. Kind of like how you finished that round, dude. Let's go here. Wait for him. All right, let's go, Miko. Bugünə kimi Rafael Fiziev keçirdiyi döyüşlərdə bu 16 görüşdə heç vaxt belə dəstəyi hiss etməyib. Nəhayət ki, yerli publik önündə, Azərbaycanlı tərəfdarlar önündə, doğma paytaxtımızda mübarizəsi davam etdirir. Ondan yalnız qələbə gözləyirik və yalnız bax bu raundda Rafael Fizievin potensialını rahat şəkildə aça bilməsi üçün bir şərait lazımdır. Biz bilirik ki, Fiziev belə çox iti zərbələrlə rəqibini sarsmağa çalışır. Hər zamanki kimi bu Rafael Style'dır. Dana White'ın bəlkə də Rafael Fizievdə ən çox sevdiyi cəhət də bundan ibarət. Hər zaman bunu vurğulayır və qeyd edir ki, bu inanılmaz bir şeydir. Saxlayıb rəqibini. Rafael Fiziev əlbəttə ki, bir-birindən qopmağa məqam axtarırlar indi. Yenidən ayaqüstü mübarizəsini davam etdirmək üçün. Fiziev sol əllə əla zərbə idi. İlk rounddakı senariyə bənzəyir ikinci roundda. Baha Mendes güləşi yoxlamaq istəyir. Əslində bədən quruluşu heç güləşə uyğun olmayan bir idmançıdır, düzdür. Onu bilirəm ki, Gürcüstan millisində belə bir güləşçi var idi. Mümkündür, yəni bu da mümkündür, amma Rafael Fiziev vəziyyətdən çıxır həm də əla zərbələrlə. Fiziev məsafəni maksimum şəkildə azaltmağa çalışır. Hələ ki, Baha Mendes bir nömrə kimi çalışmağa səy göstərir. İkinci raundda da Fiziev zərbədən əla yayınır və gözləyir, daim gözü rəqibə baxır, rəqibi izləyir ki, bir boşluq tapan kimi qüvvətli zərbə vursun. Əla. Tempi biraz da artırmaq olar, düzdür. Artıq vaxtdır məncə. Üstünlüyü qazanmaq lazımdır. Çünki İlk raundun ortasıdır. İlk raundda kimin daha yaxşı olduğunu demək çox çətindir. Bərabər səviyyəli mübarizə getdi. Hər hansı idmançını fərqləndirmək olmur, amma Fiziev artıq
double idi bu, double idi. Özünə bizə qoşuldu. Özünə qoşuldu. Ardıcıl 2 dəfə. Yayında bu fəndə artıq Matrix'də deyirlər, dayanmır. Rafael Fiziyev sadəcə dərsliklərə salına biləcək səviyyədə bunu həyata keçirir. Zərbələrdən mükəmməl yayınır. Bahamendesin ayaqları çox uzundur və Fiziyevin burada məsafəni saxlaması və lazımi reaksiyanı göstərməsi də cəld şəkildə çox vacibdir. Bunu bacar elə ki Rafael, amma hücum planında da fəallaşmaq lazımdır artıq. Elə hücumları artırmaq lazımdır ki ikinci raundu qalib olsun. Və belə bədənə yaxşı zərbə keçirdi. Daha bir zərbə bədənə, bəli. Muay Thai sözünü deyir əlbəttə ki, Muay Thai məktəbi zərbələrdən əla yayınır və imkan tapıb zərbə vura bildi, amma birini də buraxdı. Fiziyev sol əllə zərbə. Rafael Fiziyev rəqibin ayağına girir və onu yerə yıxır. Əla takedown həyata keçirir Fiziyev. Davamını gətir. Rahat şəkildə mövqeyini möhkəmləndir və zərbələrini vur. Rafael Fiziyev. Çox güman geri çəkilir, deyəcək ki, qalx ayağa. Bunu da gözləyirik Rafael'dən. Onun da yenə. Diqqətli ol, diqqətli ol. Yox, qorxulu bir şey yoxdur, çox şükür. Hər şey kontrol edir. Bir dizində keçdi. Və ikinci round üstünlüyü qazana bildi Rafael Fiziyev. Çox ağıllı etdi bunu. Çox plana uyğun işləyir. Qüvvətli zərbələr, çəkic kimi zərbələr vurur Rafael Fiziyev. Hazırda ayaq üstə mübarizəni davam etdirir. Fiziyevin zərbəsi. Daha bir zərbə. İkinci raundda yekunlaşmaq üzrədir. Bonkla üst-üstə düşdü onun bu zərbəsi. Taktiki çox yaxşı hazırlaşıb. Çox. Plana uyğun işləyir. Sanki şahmat gedir oktagonda. Buena respiración. İkinci raund, tam üstün oldu. Əla zərbə sol əllə. Daha bir zərbə. Ayağa durub əl çalmaq lazımdır sadəcə. Yəni burada mən artıq söz tapa bilmirəm. Refleks sözünün sinonimi artıq Rafael Fiziyevdir sanki. Əla zərbə. Çox ağılla döyüşür. Çox ağılla döyüşür Rafael Fiziyev. Əhsən, sadəcə əhsən. Bahamendes öz üstün cəhətlərindən yararlana bilmir. Rafael imkan vermir buna. Rafael imkan vermir və hər şeyi görür. Bütün hərəkətlərini görür və vaxtında müdafiə olur. Yəni, bax, bu yaxın məsafəyə girən kimi dərhal zərbələrlə endirir və amma avlüdə də olmur zərbələrə. Vaxtında dayanmağı da bacarır. Özü zərbə buraxmamaq üçün və Fiziyev indi növbəti təzyiq mərhələsinə hazırlaşır deyərdim. Yavaş-yavaş gözləyir, vaxtı da bilir.
kənardan ona deyirlər də, lazımı dəqiqədə, lazımı anda. Fiziyev Rahatlaşmaq olmaz. Əlbəttə ki. Olmaz. Sol əllə. Kirverin açıldı, bəli. Qaşı açıldı Baho Mendesin. Sağ gözü artıq qanıyıb vəziyyət. Həmin gözdən yaxşı deyir Rafael. Necə əla yayındı. İki zərbə buraxır. Fiziyev. Amma bu qorxulu deyil əlbəttə. Baho Mendes. Baho Mendes artıq plan quranda Rafael bilir. Növbəti gediş nə olacaq? Əla! Davamını gətirmək lazımdır. İcazə verir qalxmağa və Bəli. stoykada davam etmək. Bilir nəyə görə icazə verir. Səbəbi də məlumdur. Fiziyev. Sadəcə öz keyfiyyətini göstərir burada. Hər kəsə bildirir. Döyüşü çox yüksək səviyyədə keçirir. Düzdür, bugün döyüşlərin birində Kariyal idmançı üstün idi bütün qarşılaşmanı, amma sırf bu səviyyədə idmançının mübarizəsində Fiziyev halal olsun sadəcə. Eyni şərhi etməkdən yorulmuruq, amma bir dəfə də tuta bilmədi Baho Mendes onu. Bir dəfə də alındıra bilmədi. Klinçə girib idmançılar, Rafael Fiziyev bəli, oktagonun kənarına gəlir rahat mövqeyə keçmək üçün. Düşür ki, ayaq üstə top gətirə bilmir. Güləşmək istəyir. Evet, baxın necə vəziyyətdən çıxır Fiziyev. Sağ əlini bağlayıb tamamilə, sol əli ilə də hərəkətə imkan vermir. Və sadəcə o başa düşür ki, Baho Mendes özü də bu durumdan razı deyil və qopacaq birazdan Rafael'dən. Bəli, belə də olur. Həm də yorğunluq cəhətdən də düzdür. Baho Mendes'in indi seriya zərbəsini gördük. Amma daha çox yorulub sanki Çileli idmançı. Çünki bədənə çox zərbəyə bırakır. Fəallaşır indi. Baho Mendes bax bundan danışırdı. Arxayınlaşmaq olmaz. Fiziyev diqqətli olmalıdır. Son saniyələrdir 3-cü raundda. Üstünlüyü əldən vermək olmaz. Daha diqqətlə. Daha irəli irəliləmək lazımdır və yenə də takedown. Allah! Əhsən Rafael. Zərbələrin davamı gəlsin. Həmin o çəkici işə salmaq lazımdır. Buna ehtiyac var Rafael. Bəli, raundun sonlarını da üstün keçirir Fiziyev. Yenə də çox ağıllı davrandı dirsək zərbələri, amma xeyri yoxdur. Rafael Fiziyev. Bəli, Baho Mendes'in üzü qan içindədir. Rafael Fiziyev'dən ardıcıl zərbələr. Yekunlaşdıra bilərsən döyüşü. Qalxır ayağa. Sən də dur ayağa deyir və davam edək. Ayaq üstə davam edək. Yenə yıxır. Fiziyev davamını gətir. Bir-iki zərbə də var. Üstünlüyü qazan. Vur. Yenə də vur. Yekunlaşdırmaq olar, amma yox, çatmır. İstənilən halda. Fiziyev, əhsən. Əhsən Fiziyev, əhsən. Sadəcə əhsən. Çox əla, keyfiyyətli döyüş keçirdi. Keyfiyyətli, çox taktikaya uyğun, taktikaya səliqəli, keyfiyyətli. Bu qəbildə nə söz varsa, nə sinonim varsa demək mümkündür. Baho Mendes düzdür. Məlum məsələdir, idmançıların heç biri dəqiq şəkildə nəticəni bilə bilməz indi, amma o da ümidlidir. Rafael Fiziyev xüsusilə də 3-cü raund çox maraqlıydı. Şimdi görək. Bəli, Rafael Fiziyev bayaqdan dözürdü və nəhayət emosiyalar. bəli, qışqıraraq biraz rahatlıq tapdı. Hələ də özünə gələ bilmir. Eyni tempdə işlədi. Hər 3 raundu eyni tempdə. Biraz da
tempdən Onun düşmədi. müəllimləri nə plan qurmuşdu o döyüşü, hamısını etdi. Bütün tapşırıqları yerinə yetirdi. Bəli, sırf Bahomendesə qarşı fərqli bir döyüş tərzi ilə çıxdı Rafael Fiziev. Və bu papaq uğur gətirsin hər zaman Rafael Fizievə. Səbirsizliklə gözləyirik. Bəli, idmançılar da bir-birini təbrik edirlər. Çox maraqlı görüş oldu. Bəli, bax bu çox gözəl bir görüntüdür. Çox əla bir məqamda qeyd etmişdik ki, Bahomendes çox Hey there, fight fans. yaxşı Karen Bryant ünsiyyət reminding you yaradan to tune into the bir post show on ESPN idmançıdır Plus indi. right after the main ESPN event. I've got studiyasında Alan Joban with me. bağlanaraq Michael Bisping will be joining us nəticəni as well. biləcəyik. We'll catch up with the winners, go through the highlights, have all the analysis. It is on ESPN Bisping bir Plus qədər right sonra after the main event. müsahib olacaq But send it Rafael back down to the Fizievdən. octagon Ümid for the edirik. decision. Görək qalib kim elan olunacaq. Bruce Buffer'i dinləyirik. Ladies and gentlemen, after 3 rounds, we go to the judges' scorecards for decision. All 3 judges scored this contest 30-27 for the winner by unanimous decision, Rafael! Yeah, Rafael